Salam dəyərli dostlar, xoş gördük hər birinizi əziz dostlar. Yenə bir vətəndaş müraciəti gəlin mənə dəyərli dostlar. Cəlilabad rayon sakini Abışov Həsən Xalıqoğlu. Adam mənə video müraciət göndərib, şikayətçi olduğunu bildirir dəyərli dostlar. Mən də o müraciət mənə gələndən sonra qarşı tərəflə əlaqə saxladım. Adətən mən çox vaxt istər vəzifəli şəxslər olsun, istər digər vətəndaşlar olsun, müraciət daxil olandan sonra götürürəm mobil telefondan əlaqə saxlayıram. İndi də bu Eminov Samir Nadir oğluna zəng vurmuşam. Adam o bəzi məmurlar ki var, deyir get hara istəyirsən denə, get kimə istəyirsən denə. Mən adama zəng vurmuşam. Mövqe öyrənirəm. Bildirirəm ki, səninlə bağlı bir müraciət gəlib mənə. Sən vəzifəli şəxs deyilsən, təbii ki, yəqin ki, bir orta statistik Azərbaycan vətəndaşısan. Adam deyir ki, mənim vecimə deyil, get nə istəyirsən elə. Bütün bunlara baxmayaraq, qarşı tərəfin təkrar buradan deyirəm, mövqeyini işıqlandırmağa hazıram. Görək Abışov Həsən Xalıqoğlu nə deyir, adamın başına nə gəlib, dəyərli dostlar? Baxaq, dinləyək. Mən Cəlilabad sakini Abışov Həsən Xalıqoğlu. Bu videonu ünvanlayıram jurnalist Elnur Şükürova ki, ondan ötürü ki, bunu ictimailəşdirsin. Mən 2 fevral tarixində TikTokda canlı yayımda təsadüfən Qaradağ rayon Qobustan qəsəbəsində Eminov Samir Nadir oğluna rastlaşdım. Orada o maşın satırdı. Hyundai Sonata markalı. Mən bununla razılaşdım və gecə gedib o maşını aldım. Maşını mən ondan alanda o mənə deməmişdi ki, bu qazla işləyir. Mən aldım, xeyirləşdim evində, qayıdıb gəldim. Hacı oğullarında benzin doldurma məntəqəsində saxladım. Benzin vur. Oradakı işçi mənə qayıtdı, dedi ki, ağsaqqal, bunun benzindən deyil, bu qazlandır. Mən dərhal 7 dəfə zəng elədim, mənim telefonuma cavab vermədi. Ondan sonra da ki, mən 102-yə çıxdım, müraciət elədim, özünə zəng elədim. Mənə dedi ki, mən o pulu oğluma hərbi bilet düzəldirəm, hərbi bilet düzəltmişəm və o pulu oğlumun hərbi biletinə vermişəm. Məndə pul zad yoxdur, ged nə bilirsən elə. Mən də ki, xahiş eləyirəm, hərbi çağırış üzrə rəisi, General Mayor Mürsəl İbrahimov cənablarına, Baş prokurorluq Kamran Əliyevə, Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazova bunun haqqında geniş ölçü götürürsün. Mənim xahiş eləyirəm, General Mayor Mürsəl İbrahimov cənabları, mənim xahiş eləyirəm, o verdiyi hərbi biletə, verdiyi pulu Qaradağ hərbi çağırış səfərbərliyi üzrə idarədən onun dediyinə görə vermişəm ora. O pul alınsın, o mənim pulumu versin, bu maşını geri qaytaram. Sizdən xahiş edirəm, bir ağsaqqal kimi, bir yaşlı insan kimi, mən də yaşlı adamam, xəstə adamam, şəkər və təzyiq xəstəsiyəm. Xahiş edirəm, mənim pulumu qaytarsın. Sizdən çox-çox xahiş edirəm. Belə, dəyərli dostlar, Abışov Həsən Xalıqoğlunun müraciətini dinlədik. Adam allandığını dəfələrlə bildirir. Adam 41 dəqiqədən sonra zəng eləyib. Eminov Samirə iradlarını bildirib və adam iddia eləyir ki, məni Eminov Samir Nadiroğlu alladıb. Və bir məsələni də mən buradan vurğulamaq istəyirəm, dəyərli dostlar. Və eyni zamanda da mənə müraciət göndərən dostlardan xahiş edirəm ki, bu problemimiz həllini tapdı, bizim bu problem yaxud mənə təzyiqlər və yaxud məni incidirlər. Belə məsələlərə biraz diqqətli olmaq lazımdır. Bizim bu efirimiz, bizim bu sosial platformalarımız arzular və istəklər platforması deyil. Kimsə mənə zəng eləsin, kimsə məndən təzyiq göstərsin, ay nə biləm bu videonu silmək lazımdır. Bunu yalnız və yalnız vətəndaş problemi həllini tapar. Vətəndaşın o qaldırdığı məsələ öz müsbət həllini tapandan sonra vətəndaş bildirər ki, hə bu videonu, bu video çarxı silmək lazımdır, xahiş edirəm. Onda bu məsələlərə baxıla bilər. Amma kimsə dursun mənə rəis adından, nə bilim icra başçısı adından, deputat adından zəng eləsin ki, Elnur Şükürov bu videonu silmək lazımdır filan, belə şeylər olmasın. Xahiş edirəm. Mən o zəng eləyənlərə də buradan müraciət edirəm. Zəng etmək istəyənlərə də müraciət edirəm. Bu fikirdə olan insanlara da müraciət edirəm ki, belə məsələlərə son qoymaq lazımdır.
Belə, dəyərli dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.